Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar'il halaik ecmaîn. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin Ebu'l Qasim Muhammed ve alihi teyyidine tahirin ve la'netullahi ala a'daihim ecmaîn minel âne ila yevmiddin. Amma ba'd. Haber el-Hakim fi muhkem kitabihil kerim. Bismillahirrahmanirrahim. وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تُشْعَرُونَ أُوصِيكُمْ عِبَادَ اللّٰهِ وَنَفْسِي تَقْوَى اللّٰهِ وَنَظِمَ بِكُمْ. İnşallah hem özümü hem sizi davet edirəm təqvaya. Və təqva bütün amellerin sonunda nəticəsidir. Budur ki Allah hər nə Kur'an-ı Kerimdə bizi, hər nəyə Allah bizi tavsiye edib, axırında buyurub ki, təqvalı olur. Təqva yani Allah'ın haram bildiği şeylerden çəkinir. Bu işleri yerine getirmir. Çünkü Allah kimi şeyi qadağan edir, biz onlardan qorunmalıyıq. Vacib elədiği işlerde yerine getirmeliyiz. Bu təqva bu. Özdə çətindir. Deməli, bu şey yani o kadar da asas deyil. Çünkü nəfs daimən insanı pisliklərə çəkir. Quran deyir. Onu da Allah Teala bu cür qərar verir ki, insan o pisliklərə qələbə çalınca ucalır. Qələbə çalınca ucalır. Mənəvi cəhətdən insan uruc edir. Çünki bu həftədə birinci xütbə şəhidlər barəsində olacaq. İkinci xütbə inşallah vilayət barəsində ki, xanım Məsuma Salamullahi'nin şəhadət günləridir. Bugün xanım Məsumanın şəhadət günüdür. Şəhidlər təbil ki, Peyğəmbərdən sonra bir insanın ən böyük çatdığı bir məqam. Onun ki, Peyğəmbərlər özləri də arzu edirlər, şəhid olalar. Ki, şəhidin nə dünyada, nə ahirətdə əvəzi yoxdur. Çünki insan üçün ən dəyərli nemətlərdən biri candır, həyatdır. Bir varlıq ki, bir insan üçün həyatın hədəfi və amalı uğrunda qurban verə, bilirsiniz, bu məqam çox böyük olar. Çünki insan məsələn, təsəvvür edər, nəyi biz həyatımızdan üstün tuta bilərik? Burada vətəni, namusu, dinimizi, İmam Hüseyin Salamullahi'nin barəsində məşhurda buyurur ki, Quran da deyir, deyir məsələn, bütün münaqişələrdə, yəni əgər canınızı qorumaq, pulunuzu xərcləyin, canınızı qorun. Amma bir yerdə ki, insanın dini, vətəni, namusu haldan gedir, burada can qorumağın mənası yoxdur. Burada insanın adı canın verər Allah yolunda. Onun üçün də Allah Teala da bunu dəyərləndirir. Allah Teala bu məqamı dəyərləndirir. Quran-ı Kərimdə buyurub ki, siz onları ölü deyil. Bir insan ümumi şəkildə diqqət eləsə, Allah'ın yanında olar. Çünki baxın, bizdə çox eşitdiyimiz sözlərdən biri cənnətdir, behişdir. Amma behiş də elə uca bir məqamdır. Behişdən də Quran-ı Kərimdə uca bir məqamlar var. Sadəcə behiş hadir, məsələn, bizim kimi insanların tərzi təfəkkürüdür. Amma ali insanlar, yuxarı insanlar, onlar üçün Allah'ın razılığı, Allah'ın yanında olmaq behişdən ucadır. Onun üçün də görürüz Allah Teala şəhidləri dəyərləndirəndə, şəhidləri qiymətləndirəndə behişdən söz açmadı, özündən söz açdı. Dedi, onlar mənim yanımdadılar və rüzülərinlər. Bu təbii ki, bizim behişdə rüzümüz olacaq. Biz behişdə qidalanacaq. Ama onun formasına bələd olmasa da behişdə 100% qidalarımız var. Çünki Bəqərə surəsinin 25-ci ayəsində buyurur ki, Bəbəşşiril müminin, möminlərə muştuluq ölçülən ki, onlar ki, yaxşı işlər gördülər, ki, cənnətdə onlar ki, yeməklər gələcək, onlar o yeməkləri görəndə qazi bir-birine geçəmək ki, dünyada gördüyümüzdəndir. Çünki o formalar çox dəyişməyəcək. Məsələn, nar elə narı oxuyacaq, amma dadı fərqli eləyəcək. Amma bundan yuxarı Allah Teala öz yanına necə qidalandırılmış şəhidlər üçün deyir. Görürsün, o beyiş nemətlərin sayılır. Onlar üçün şəhidlər üçün o kiçikdir. Ən böyük nemət ki, Allah'ın yanında olmaqdır ki, Allah Teala onu onlara vədə verir. Özdə əlavə rüzilər də,
Allah'ın yanında olmanın ləzzəti çox böyükdür. Əvvəla bu xüsusi mucizələr də deyir ki, axırda da gözəl bir söz deyil, həqiqi mənada. Allah'ın gözəl sözünə də axırda bir söz deyir, siz bunu başa düşə bilməzsiniz. Yəni biz indi bu idrak olan ki, maddəyi, onu dərk edənmədik. Amma bilirsən ki, nədir? Böyük bir məqam ki, Allah təbarək onlara verir. Özdə görürsünüz də şəhidlər dünyasında yaşamda sosial şəbəkələr vasitəsilə hamısı gülürlər. Niyə? Çünki artıq onlar həqiqəti görürlər. Rivayət var axı, keçmiş at idi, deyirlər şəhid atın üstündən düşəndə torpağa dayanmış cənnətə birinci düşür. Onlar görsən, onların üzründəki təbəssüm o cür edir ki, onlar o dünyanı o cür nədir, ahirəti o cür görürlər ki, dodaqlarında təbəssüm vardır. Bir nəfər Həzrət Peyğəmbər məscidə girdi, gördü bir nəfər dua edir. Axı dua eləməlikdə də zirək olmaq lazımdır. Uçlu başlı olmaq lazımdır. Bir nəfər gördü dua edir, duanı da bu cür edir. İnşallah sevdiğin insanları, yəni sənin öz sevdiğin insanlara verdiğin ən yaxşı şey mənədir. Peyğəmbər təbəssüm edir, gedir ki, bunun duası qəbul olsun, şəhid olacaq. Çünki Allah sevdiği insanlara ən yaxşı şey ki verir, o da nədir? Şəhadətdir. Şəhadətdən bizim də bir insan üçün dünyada yuxarı bir məqam yoxumuzdur ki, Allah təbarək onu onlara nəsib edir. İndi bizim də umumən bu yeni tariximizdə bu cür insanlar bizim qabağımıza çıxdılar. Ama bizim aramızda yaşayırlar, bizim birimiz edirlər. Amma olandan sonra onların barəsində eşidilən məlumatlar adamın məsələn aparır şərqalara, aparır dahi insanların yaşam tərzində. Mesela mən 2 nəfəri qeyd edirəm, əlbəttə ki, bütün Azərbaycan şəhidləri o cürdür. Bütün Azərbaycan şəhidləri o cürdür. Onun fərqi yoxdur, heç birinin 1. Qarabağ olsun, 2. Qarabağ olsun. Bütün şəhidlər o cürdür. Mesela Şəhriyar Allah rəhmət eləsin, bir şəhidin cibindən kağız çıxır, həmin kağızı deyil, onun başdaşına yazıblar. Başdaşına, mesela gecəndə kazım vaxtları qəbul baxın, o məktubu başdaşına yazıblar. Mən özüm bu yazılı kağızı da onun hüzründə görmüşdüm. Demişim, gətirdim, onu oxuyub. Sağda bir söz deyir, ana, sən özü bənzər xanım Zeynəbə ki, onun oğlanların gətirəndə İmam Hüseyin xəzalat çəkməsin deyilən, çıxıb İmam Hüseynin yanında ağlamadı. Xanım Zeynəbin 2 oğlu şəhid oldu. 2 oğlu şəhid olandan sonra Xanım Zeynəb ağlamadı. Zahirən əxlaq alimləri deyil, mənim cürətim çatmaz. Deyirlər ki, istəmirdi İmam Hüseyin utana. Ki, məsələn, bu cüzdə insandır da, Xanım Zeynəb deyir ki, məsələn, deyəcək ki, bacım gəldi ki, oğlu şəhid oldu. Amma Əli Əkbər dünyadan köçəndə, şəhid olanda Xanım Zeynəb qoşuldu, başladı ağlamağa. İmam Hüseynin oğlu üçün ağladı, başladı. O 2 dənə oğlum da bir oxşama verirdi, oxşamağa. Maralı zətlərdən biri, böyük alimlərdən biri, böyük müştəhidlərdən biri. Nəql edirlər, mən o məclisdə olandan eşitmişəm. Böyük o müştəhidin, böyük şəxsiyyətin oğlu ölmüşdü. Rozaxan deyir, Roza deyirdi, o ölən oğlan da müştəhid idi. Mərcəliyyətə çatmışdı. Bir müştəhid ki, mərcəliyyət həll etdi, onun oğlu da mərcəliyyət həll etdi, ölür. Roza böyük də savadlıdır, yəni müasir, savadlı alimlərdən idi. Bu müştəhid, bu Rozaxan deyir, nə qədər mən Roza dedim. Gördüm ağlamır, o müştəhid ağlamır. Əli Əkbərin adını tutan ki, başladı ağlamır. Biz, məsələn, Əli Əkbərsiz nədir? Öz övladlarımıza ağlamır. Mənim həmişə yadımdadır, heç vaxt yadımdan çıxmaz. Nadir'in oğlu, Zahirə səhvləməsəm, onun adı Vüsal olmalıydı. Ya Vüsal Sərrafın oğlunun adıdır. Nadir'in oğlu Elmir. Bunun cənazəsi gəlirdi, mənlə hazırlayıb durmuşduq qapının ağzında, lap da qapının ağzında durmuşduq ki, bunu içəri salaq, evə salaq çıxsın. Orada bunun anası gəlir, anadır da, ana gəlir ağlaya-ağlaya, Hicablı xanım edirlər. Orada yavaş-yavaş düşdülər, birinci qapını açanda, çöldən mənə Hicablı xanım ona dedi ki, bir Əli Əkbərə qurban, bir Əli şəhidin anasına deyir, ya, bir Əli Əkbərə qurban, bir Əli Əkbərə, bizim azadlığı tüklərimiz ilimiz oldu. O ana sözü eşidəndən sonra aram oldu. Aşırı döyə çıxırdı cənazənin qabağına, elə aram oldu, elə sakit oldu. Çünki bizim şəhadət məktəbimizin varisi İmam Hüseyin salamladı. Bütün şəhidlər qiyamətdə İmam Hüseynin başına yığışacaqlar. Bütün şəhidlər İmam Hüseyinlə ilham alacaqlar, İmam Hüseynin ətrafında olacaqlar. Şəhidlər ağası İmam Hüseyinə aiddir. Onun için ya mesela Tevfik Amirli, məşhur Azərbaycanda çox eşidib söz. Tevfik Amirli
Mesela özü su içmədi. Oruç halda dünyasını dəyişdi. Gedib əskərlər üçün su gətirdi, amma özü su içmədi. Nə qədər məsələn böyük bir dənə məqamdır. Bu Həzrət Əvərfəz özün bənzədir. Təbii ki, bu Həzrət Əvərfəz kimi yaşayırdı. Mesela sizin de içərizdə. Öyle insanlarla, mesela biz baxırıq, mesela elə bilirik, o da bizim bilimizdir. Ama o düşüncəsi bizim düşüncəmizdir. Mesela onları o düşüncə aparıb çıxardırdı o məqama. Ama bizden böyle gedib o məqama çatmayırlar ki, o düşüncə, mesela Şahid Əli-Kiram adı bir dənə uşaqdır, cırız bir uşaq. Kitabında mənə veriblər də var. Oxusun görsən, Həzrət Əli şeirlər yazıb, kim bilirdi ki, bu cırız bir uşaq şeir yazıb. Onun adı şəhadətindən sonra kitabı çapdan çıxdı, nə qədər nədir həyatında Həzrət Əlidən yazır. Onun için bu məqam uca bir məqamdır. Ən böyük də şəhidin ən böyük dərəcəsini Allah təbarəkətəala Quran-ı Kərimdə görünmək gözəl onu deyir. Buyurur ki, qul hal tərəbbasuna bina illa ihtal isnəyən. Hal tərəbbasuna. Deyir ki, yəni biz müsəlmanlar, kafirlər üçün o yoxdur. Kafirlər öldü, tutar getdi. Bizim üçün ise Allah təbarəkətəala deyir. Şəhidlərin adından. Şəhidlərin adından deyir ya, kafirlərə. Allah Quranda şəhidlərin adından kafirlər deyir. Deyir, biz gözləyirik sizin yerimizi görəcək. Ya Allah sizi bizim əlimizdən öldürəcək. Ya özü sizi öldürəcək. Amma biz, şəhid deyir, biz Quranda. İki dənə xeyirdən başqa heç nəyə çatmırıq. Ya ölümün şəhidi, ya qalırıq qazi. Hər ikisi fəxirdir. Həm qazi da fəxirdir, çünki qazi diri şəhiddir. Yəni, müsəlman gör, Allah İslamda bilətdəki vətənin, torpağın, dinin, imanın buyur, ona nə dəyər verir? Onun ölümü də dəyərdir, qalmağı da dəyərdir. Ölümü də Allah yanında ən uca bir məqamdır. Qalmağı da Allah yanında ən uca bir məqamdır. Mən ölsəm şəhidəm, müəffədəm, qələbə çalmışam. Qalsam qaziyəm, kim də müəffədəm, qələbə qazanmışam. Yəni, Allah yolunda cihad edən şəxsin məğlubiyyəti yoxdur. O məğlubiyyət düşünmək mümkündür. Onun üçün də baxımda, məsələn, bizlər bu şəhid məfhumu İslamda o qədər qiymətli bir dəyərli məfhumdur ki, istəyirlər ki, məsələn, İmam Hüseynlər bizim aramızda niyə fasilə salır? Bəzən hərdən, məsələn, narahat olurlar, balaca uşaqlar, məsələn, niyə sinə deyir? Başqa bir yerlərdə məsələndir, amma balaca uşaqlar başqa bir əyləncə yerində olanda narahat deyirlər. Amma sinə deyəndə narahatlar. Niyə? Çünki istəyirlər ki, İmam Hüseynlə o bağlılıq qırılsın. O bağlılığı ki, insan ki, o dəyəri bildiyi, öz dəyərini bildi, dəyəri biləndən sonra təbidir ki, bu Allah yolunda ən insana doğru olan o canıdır, onu Allah yolunda hədiyyə eləməkdən bir anla verənədə çəkibdir. Mən həmişə deyirəm, şəhidlər o qədər zəkalı adamdır ki, onlar da hadisə ilə üzləşəndə, onların gözünün qabağından övladları keçir, valideynləri keçir, həyat keçir, şirinlik keçir. Millət-i Allah rəhmət eləsin, balaca adam da diş həkiminin başıca da klinikası var idi. Diş həkiminin başıca da klinikası var idi. Yəni demək olar ki, bu həyatın qurmuşdur. Diş həkimin həyatın qurmuşdur, amma şu onu qoydu, çıxdı, getdi. Getdi, şəhid oldu. Qaytara da bilmədilər, ha? Uşaqlar, məsələn, onun yanına gələnlər danışırdı bütün. Deyirdilər, biz o yaralı vaziyyə gələndə şəhid olmuş da, doktordur. Deyirlər ki, 5 dəqiqə gözlədir. 5 dəqiqədən sonra onsuz da bir ateşkəs elan olunur. Hara gedir, meyitlərin çəkir. Sən getmə, dedi, o ki, orada ağlayır. Kömək istəyir, mən dayana bilmərəm. Getdi, şəhid oldu. Amma Bakıda məsələn klinikası, qeyri. Yaşamaq üçün hər şey var. Amma zəkası onu nədir? Allah yolunda olanı bilməm nədir? Hamısından üstün tutdu. Və tutdu, getdi də Allah'a da qoğuşdu. Onun üçün şəhidlik böyük bir məqamda Allah təbarəkətəala şükür Allah'a ki, onların vasitəsilə bizə o qələbənin sevincini yaşatdı. Allah inşallah bu qələbəmiz Allah'ın köməyinə. Uzaqlaşdırılır atası, yəni İmam Muhammed Baqir Salamullah aleyh söz buyuruyor ki, İslam 5 şeydən təşkil tapır. İqam-ı salat, bunun biri namazdır. Namazda bərpa eləmək. Quranda da namaz qılmaq sözü kəlmir, bərpa eləmək kəlmir. Bir şey nəzərdə çatdırım, xüsusən də ruhani qardaşlar. Bəzən görsən, insan təbliğatda səhvə yol verir. Məsələn, bir söz deyəndə deyir ki, elə Ömər Səhət də namaz qılırdı.
Bunu yaxşı sizə bir dənə sual verib. Ömər Səhət o qıldığı namaz o günə qoydu. Namaz qılınmalıdır. Bu sözlə namazı məsələn yüngülləşdirmək lazım deyil. Namaz, görürsünüz İmam Cəfər Sadiq salamda deyir ki, adamın namazına baxmıyor, düz danışmalar ya namazı mı qılmalıdır? Dinin əsaslarından biridir və insanın da Allahla arasındakı rabitədir. Ömər Səhədin namaz qılmağın mənasıdır ki, Ömər Səhədin qıldığı namaz onu püskünə qaldı. Bunu demək lazımdır ki, məsələn, Ömər Səhəd namazında diqqətli yox idi, bilmirdi nə deyir. Yoxsa namaz insana əsəb mənfi təsiri yoxdur. Namaz, Quran vurur ki, namaz insanı pislikdən çəkindirər. Deməli, bu əgər çəkindirməyibsə, deməli, qıldığı namaz deyilmiş, başqa bir şeydir. Namaz, ondan Allah özüylə öz arasındakı rabitəni namaz qərarır. Və dinin də sütunu sayılır. Sütun da bilirsiniz nədir? Olmasa, bina çökər. Çünki sütun, indiki qədim evlərin çoxu çadırdan idi, ya məsələn, lığdan idi, evin ortasına 2-3 yerdən dayaq qoyarlar, ona sütun deyirlər. O dayaq olmasa ya uçar, sökər. Sökülər. Məsələn, teknoloji olmamış, texnika çıxmamış, bizim məscid 2 voltda bir binanın üstündə də saxlamaq mümkün olmuyor. Mümkün olmazdı ki o vaxt. Bu voltda saxlamaq olardı. Görürsünüz, qədim geçəməzsən, hamısı sütunlar üstündədir. O üstün olmasa məscid qalmaz. Və əlavə də budur ki, umumi şəkildə də budur ki, çalışın o namaz qıranındakı bir halət özünüzdə icad edilir ki, oradan da Allahın qabağında durmağı dərk edir. Fikirləşin ki, Allahın qabağında biz durmuşuq. İkinci bunun ki, itaat zəkat. Zəkat vermək. Bu zəkat umumi şəkildə Allah Təala hər yerdə deyir, mənlə, namaz yəni Allahla rabitədə, hər yerdə deyir Allah mənlə rabitə qurub, sadəcə deyir zəkat verir. Zəkat bizim bir-birimizlə rabitəmizdir. İctimai dayaqdır, yəni maddi yardım bir-birimizə ictimai dayaqdır və bunun hikmətləri də çoxdur. Düz üçün xütbəsində kəndə ən azı zəkat insanları Allaha sarı dəvət edirsən. Sən insanları Allaha sarı dəvət edirsən. İnsanlar Allaha dəvət olmur. Bizim sana Allah ruzu verib, Allah biraz çox eləsin. Sən 200 nəfər yanında işlədəndə, 200 nəfər ruzu verəndə, o alnın boyu gecə möhrə səhkilir ki, Allah mənə ruzu versin. Sənin əlindən o Allahı tanıyır. Bundan böyük nə adam olur? Sən onu Allahı tanıtdırırsan. O ruzu ona verməklə, kömək eləməklə, onu sövq edirsən Allah. Mən heç yadımdan çıxmaz, Abdülbasit, Allah rəhmət eləsin. Ən məşhur Fari Qurandır da. Ona elə bil, o heç evdən çıxmazdı, başqa məclislərə getməzdi. Quranı da ancaq xüsusi mənəvi məclislərdə oxuyardı. Bir ona sual verir ki, niyə məsələn sən ancaq mənəvi məclis etsən? Bəlkə də ömründə eşitdiyi ən şirin sözlərdən biri də budur. O qayda huzurluqda deyir ki, Allah cəmaatı öz sözü mənim boğazımla çatdırır. Mən bu boğazı şurada varam. Yəni mən Quran oxuyuram, Quran deyirəm. Bu boğazı Allah seçib onun sözünü çatdırmağa. Yəni zəkat verən də, kömək eləyən də, Allah onu seçir, özünü ondan tanıtsın, öz yardımını onun əlinlə versin. Bu böyük bir dənə məqamdır insan üçün. O da dinin sütunlarından da bile zəkatı və hər cür deyil. Məkkəyə ziyarət edilmək. Məkkəyə ziyarət edilmək, yəni müsəlmanların bir mərkəzi olmalıdır. Bir hədəfi, bir ideologiyası, bir amalı olmalıdır. Məqsəd odur. Yəni biz bu üzə dursuq və bu üzə dursuq, namaz dursuq, Allah üçün fərqi yoxdur. Allah Təala Quran-ı Kərimdə buyurur ki, "Əynəmə tuvallı fəsənnə vəzhullah." Hara baxsan sən elə Allaha baxırsan. Ona görürsünüz müstəhəb namazı maşınla gedə-gedə də qıla bilərsən. Çünki müstəhəb namazı da Allah Təala qibləni geniş götürür. Sən hara baxsan qiblədir, Quran onu deyir. Amma vacib namazda bir dənə məhkəmi götürür. Niyə? Hamı bir ideologiyada, bir çağatçılarda, bir Quranın ayəsinin ətrafında birləşməlidir. Sonra da Allah buyurur və solmuş Ramazan. Ramazan ayında oruç tutmaq. Allah Teala vacibidir. Beşincisi buyurur ki, vilayətdir. Vilayət yəni Əhl-i Beyt əleyhissalamın Peyğəmbərdən sonra dinin rəhmətliyi. Əhl-i Beyt. Bugün dünyanın pis günə düşməyinin səbəbi odur ki, Əhl-i Beyt qala-qala hamı istəyir dində rəy verər. O məktəb qalır. Amma hamı istəyir özündən
Kur'an'ı təfsir eləməyə rəydilər. Başqaları əgər Quran barəsində bir söz desə, o təfsirdir. Amma Əhl-i əgər Quran barəsində bir şey deyirsə, o eyni Qurandır. Və təfsir deyil, həqiqət. Əhl-i açıqlamır, Əhl-i həqiqəti deyil. Salavat deyil, Muhammed olun. Sonra ravi buyurdu ki, imam buyurdu ki, hər kəsin malı olmasa onun boyuna zəkat yoxdur. Və hər kəsin malı olmasa onun boyunda həc yoxdur. Və hər kəs xəstə olsa onun boyunda oruc yoxdur. Və ayaq üstə namaz qılmaq sabit olur, oturan yerdə qılsın. Amma vilayəti qəbul eləmək, malın da olmasa, xəstə də olsun, belə nə olursa olsa, qəbul eləməlisən. Bunda rüsxət Allah təbarək və təala qərar verir. O da həmin Əhl-i müəndələrindən bir İmam Musa Kazım salamların qızı Xanım Məsuna salamların bugün şəhadət günüdür. O xanımın adı Fatimədir. Məsumanı ona İmam Rıza salamları edir müləqəbunu, yəni günahsız məsum. Bizdə bir məsum imam. Bizim 2 dənə 14 məsumdan əlavə şəxsiyyət vardır ki, barəsində ziyarətnamə gəlir. Biri Həzrət Əbəlfəz əleyhissalamdır, bir də Xanım Məsuma əleyhissalam. Xanım Məsuma ümumi şəkildə kəramət səhətindən ona Kərimli Əhl-i Beyt deyirlər. İmam Həsən salamlara Kərim Əhl-i Beyt deyirlər. Buna Kərimli Əhl-i Beyt deyirlər ki, ümumi cəhətdə həqiqətən də həddindən çox mənəvi məqama malikdir. Məsələn, mən böyük kişilərin böyük alimləri, dərəcə 1, ondan ona isbəkədə yoxdur. Məsələn, Allah-u Təala var. Allah rəhmət eləsin. Allah-u Təala çox böyük bir şəxsiyyətdir, həqiqi mənada böyük şəxsiyyətdir. Məsələn, o hər şam namazından sonra orucun asmasını gedərdi Xanım Məsumanın hərəminin qapısını oturur. O qapının tozu ilə orucunu açardı, əqidəsi büyüdü. Xanım Məsumanın Ayətullah Mələşin Həzrətləri bütün deyil müşkillərimi gedib xanım. Və bu Molla Sadra, Molla Sadra qumdan uzaq yaşımızın, bizim böyük filosofumuz. Qumdan uzaq yaşımız özü etiraf edir. Mən fəlsəfənin ən dərin məsələləri özüm həll edə bilmirdim. Gedib bir gün qalırdım xanımın hərəmində, ibadət edirdim, ibadətdən sonra o mənə nədir? İlham olardı. Böyle bir böyük bir məqam sahibidir. Təbii ki, namazdan sonra vaxtlı olsa, burada olmasa evdə, 2 rəkət namaz qılın, hədiyyə verin Xanım Məsumanın ruhuna. Hesab edin və əlavə 2 rəkətdə atamızın əvəzində. Xüsusən də məsələn, anız əgər ya atız hansısa qalırsa, onun özünə deyir. Deyim ki, ata məsələn, bugün 2 rəkət namaz qılın, şam namaza qədər vaxt var. Deyim ki, məsələn, 2 rəkət namaz qılın, hədiyyə elə Xanım Məsumanın ruhuna. Amma öğrenler üçün əvəzində özünüz qılın. Məsələn, öz əvəzində 2 rəkət namaz qılın, deyəm, bu namazın savabını ata verəm Xanım Məsumanın ruhuna. Sonra 2 rəkətdə deyəm, bunu da atamın əvəzində qılıram və savabın atamın tərəfindən ata edirəm, anamın tərəfindən ata edirəm Xanım Məsumanın ruhuna və yəqinən onların həmin vaxtı diqqətlidir. Onlar orada bizim valideynlərimizi tapırlar və onları və özlərinə qonaq edirlər və o sabah burada əzirsiz nədir qalmır. Allah'ım verək bizi bir anda o səhəliflikdən ayrı salmasın. Əhl-i Beyt məktəbi ilə düşmənçilik edənlər Allah məğfirət diləsin. Məsciddə xaric olmamış Allah günahlarını şərəfi qalan çəksin. Allah'ım verək əzəmətini əskər və zabitlərimizi manzaran tarafında əks eləsin. Allah müsəlmanların dünyada rəhbətin bərqərar eləsin. Allah'ım verək əzəmətinə İslamı bütün dinlərə, bütün məzhəblərə, bütün məsləklərə pürüz eləsin. Allah'ım verək əzəmətinə dünya müsəlmanların vəhdətini bərqərar eləməklə Ağa İmam Zamanın zuhuru və İmam Zamanın əli ilə yer kürəsinin hər yerində ədaləti bərqərar eləsin. Bizi də əməllərimizlə, danışığımızla, rəftarımızla Ağa İmam Zamanın zuhurun hazır yerlərdən qərar versin. Esselamu aleykum və rəhmətullahi və rəhmətullahi. Bismillahirrahmanirrahim. Qul huvəllahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven ahad.